Salam, hər vaxtınız xeyir olsun. Baxırıq birinci sualımıza. Nadirin 4-cü imtahandan sonra orta bal 90-dan 100-ə qalxdı. O 4-cü imtahanda neçə bal toplamışdı? Deməli 4-cü imtahanda 90-dan 100-ə qalxıb. Bu adam 4-cü imtahan verənə qədər 3 imtahan verib. Bunun orta balı 90 olubmuş. Sonra 4-cü imtahanda verir, 90-dan 100-ə qalxır bunun orta balı. Bir daha deyirəm, bax məntiqi tutun. 3 imtahan veribmiş ki, balı 90 idi. 4-cü imtahandan sonra balı 90-dan 100-ə qalxdı. Deməli 3 imtahan 90 idisə, bunun 3 imtahandakı cəmi balı 270 idi. 4-cü imtahanı verəndən sonra bunun 4 imtahandakı cəmi balı oldu 400. O 4-cü imtahanda neçə bal toplamışdı? 400-dən 270-i çıxacam. 0, 3, bu da 1. Belə də 130. C variantı. 1 usta 2 gündə 3 stul. Deməli 2 günə 8 stul hazırlayır. O birisi isə 3 günə 10 stul hazırlayır. Bunu biz dərslərdə keçəndə qayda başlamışıq ki, günləri bərabərləşdir. Yəni 2 gündən 3 günə ortaq bir ədəd seç. 2-nin və 3-ün ortaq bir ədədi 6 gündür. Hər ikisinin 6 gündə gördüyü işi tap. 6 gündə x, 6 gündə tutaq ki x. Çarpaz vuracam bir-birinə. 2x bərabərdir 48, x bərabərdir 24. Bunu da çarpaz vuranda 3x bərabərdir 60, x bərabərdir 20. Bu şərtlə 132 stulu ikisi birlikdə neçə günə hazırlayır? Deməli, baxın, 6 günə ikisi birlikdə 24 üstəgəl 20, yəni 44 stulu hazırlayıbsa, bəs görəsən 132 stulu ikisi birlikdə neçə günə hazırlayır? Çarpaz vuram, 44x bərabərdir 6 vurulsun 132, x də bərabərdir 132-ni 6-ya vurub, deməli, nə edəcəm? 44-ə bölmüş olacam. Gəlin elə kalkulyatordan istifadə edək ki, vaxtımız yetməsin. 132-ni vuracam 6-ya, böləcəm 44-ə. Elə də 18. Cavab oldu E variantı 18. Sahibin 85 manat pulu var idi. O pulunun 5də birini anasına verdi. 85 manatı var. Bunun 5də birini tapıram. 85-i böldüm 5-ə elə də 17. O pulunun 5də birini anasına verdi. 85-in 17 manatını anasına verdi. Yazdım bura 85 çıx 17. Elə də 68 manat. Qalanının yarısını bacısına verir. Qalanı 68 manatdır. 68-i də 2-yə böldüm yarısını, bərabər 34 manat. Bunu da bacısına verdim. Sahibin nə qədər pulu qaldı? 68-dən 34-ün verdisə 34 manat pulu qaldı. C variantı bizim cavabdır. B-nin ala biləcəyi natural qiymətlərin cəmini tapın. 11-də 8 kiçikdir 11-də B üstəgəl 3 kiçikdir 11-də 12. Hər birini 11-ə vurub məxrəcləri yoxa çıxaram, yəni məxrəcdən azad edirəm. 8 kiçikdir B üstəgəl 3 kiçikdir 12. Hər birindən 3 çıxıram, çıx 3, çıx 3. 8-dən 3 çıxanda 5 kiçikdir 3-dər 7B kiçikdir 12-dən 3 çıxanda neçə elədi? 9 eləmiş oldu. İndi bizdən soruşur ki, B-nin ala biləcəyi natural qiymətlərin cəmini tap. 7, 6, 7 və 8. Bunların da cəmi neçə oldu? 21 olmuş oldu. Baxaq 5-ci sualımıza. Deməli, bizə bir diaqram verilir və bu diaqramda ABC ilə hər bir oğlanın faiz nisbəti verilir. Ümumi uşaqların sayının hər bir lisədəki oğlanların faiz nisbəti ABC şəklində verilir. Faiz nisbəti nə deməkdir? Siz əvvəlcə ümumi uşaq sayını tapacaqsınız burada. Ümumi uşaq sayı 10, 6, 8, 2, 4 və 10. Yəni 40 uşaq var. İndi 40 uşaqdan 40 uşaq 100%-dir, bilirsiniz. 40 uşaq 100%-dir. Deyir ki, A hərfi A-dakı oğlanların faiz nisbətini göstərir bütün uşaqlara nisbətən. Yəni bu o deməkdir ki, 40 uşaq əgər 100%-sə, A-dakı oğlanlar neçə faizdir? A-da 10 oğlan var, onda da X-dir. Çarpaz vuracam, burada tapacam ki, A-dakı oğlanlar bütün kütlənin 25%-dir. Bütün liseylərin, bax hamısının. Eyni şeyi B-dəki oğlanlarsını tapacam. Əgər 40-100%-dirsə, bəs B-dəki oğlanlar, yəni bu 8 nəfər neçə faizdir? X. Çarpaz vuracam, 40x bərabərdir 800-ə, x də bərabər neçə? 20. Eyni şeyi burada tapacam. Əgər 40-100%-dirsə, bəs görəsən 4 neçə faizdir? X. Çarpaz vuracam, 40x bərabərdir 400-ə, x də bərabərdir 10-a. İndi bildim ki, 25 üstəgəl 20 çıx 10 bərabərdir. Çünki A, B və S-ni çıxmaq istəyir. Eləyir 45 çıx 10 bərabərdir 35%.
Doğru cavabımız olur A variantına bərabər. Baxaq 6-cı sualımıza. Minliklərə qədər yuvarlaqlaşdırdıqda 3000 alınan ən kiçik və ən böyük ədədin cəmini tapın. Minliklərə qədər 3000 alınan ən böyük ədəd 3-ün özünü saxlayırıq. Sağına 4 yazıb qalanlarını 9 eləyirik. Bu bizim qaydamızdır. Ən kiçik ədəd 3-dən 1 vahid çıxıram 2. Sağına 5 yazıb qalanlarını 0 eləyirəm. 3499 bir də 2500. Və bunların cəmini tapın. Topladım. 9, 9, 9 və 5. 5999. D variantı. 7-ci sual. 10 qəpikli və 20 qəpiklikdən ibarət 43 dəmir pulun 10 qəpikliyi var, bir də 20 qəpikliyi var. 10 qəpiklilərin sayına bir A hərfi deyirəm, 20 qəpiklilərə B hərfi deyirəm. Bunların cəmi 43 dəmir puldur. 43 dənə dəmir pul var. Və məbləği cəmi də 710-dur. 10-u A-ya vuram 10A, üstə gəl 20-ni B-yə vuram 20B. Bərabərdir 710-a. Birinci ifadənin hər bir əddini 10-a vururam. Eləyir 10A üstə gəlsin 10B bərabərdir 430. Bu da eləyir 10A üstə gəlsin 20B bərabərdir 710. Çıxar bunları bir-birindən. 20B'dən 10B'ni çıxıram eləyir 10B bərabərdir 710-dan çıxıram nəyi? 430-u. 0, 11-dən 3 çıxanda neçə edir? Eləyir 8. Bu da elədir 3. 380. 380 yoxsa 280? 280. 280 və B də bərabərdir 28-ə. B-nin qiyməti 28-dir. Biri 28-dirsə o birisini tapmaq üçün 43-dən 28-i çıxacam. 43-dən də 28-i çıxanda 13-dən 8 çıxanda 5. Deməli, bu da elə də 15. 15 və 28. Cavab oldu A. Paralelipipedin ölçüləri 5, 4 və 3-dür. Bu paralelipipedin həcmini tapın. Həcmi tapmaq üçün en uzun hündürlüyü bir-birinə vururuq. 5 vur 4, 20. 20 vur 3, 60. Cavab oldu A. 9. 2 gün, 23 saat, 37 dəqiqə, 40 saniyə. Çıxılsın 1 gün, 37 saat, 42 dəqiqə, 30 saniyə. 40-dan 30-u çıxıram, 10 saniyə qaldı. Yazdım bura 10 saniyə. 37-dən 42-ni çıxacam. 7-dən 2 çıxanda 5. 37-dən 42-ni çıxa bilmirik. 23 saatın 1 saatını azaldıram 22 saat. Həmin 1 saatı 60 dəqiqə şəklində bunun üzərinə gəlirəm. Olur nə? 97 dəqiqə çıx 42 dəqiqə. 22-dən 37-ni çıxa bilmirəm. 2 günün 1 günü istəyirəm qalır 1 gün. 1 gündə 24 saat şəklində bunun üzərinə gəlirəm. Olur 40 deməli 6 çıx 37. 1 gündən də 1 gün çıxıram, heç nə qalmır. Bərabər. Bu elə də 10 saniyə. 97-dən 42 çıxanda 7-dən 2 çıxıram 5. Bu da elə də 55 dəqiqə. Hesablama səhvimiz yoxdur. Baxaq. 55 dəqiqə. 46-dan da 37-ni çıxacaq. Eləcək 9 saat. Variantlarda varmı? Bəli, C variant. 9 saat, 55 dəqiqə, 10 saniyə. 10-cu sual. Burada əvvəlcə nə edəcəyik? 244-ün üstə gəlin sualımızı köçürək. 2 vurulsun, mötərizələr açdıq. 3x üstə gəl 46. Bağla, vur 3, çıx 52. Bağla, bağla, çıx 36. Bərabərdir 244. 244-ün üstə 36 gəlirəm. 244 üstə gəl 36. 0 yazda 1 yadda 8, 280. Bərabərdir 280-ə. Bir mötərizə sağdan, birini soldan sildim. 280-i böləcəm 2-yə. 280-i 2-yə böləndə eləyir 140. Yazdım bura 140. Bir mötərizə sağdan, birini soldan. 140-ın üstə 52 gəldim. 140 üstə gəlsin 52. 2, 9, 1, 192 elədi. Yazdım bura 192. Vur 3-ün tərsi bölüşdü. 192-ni böldüm 3-ə. Elədi 6 dəfə çıx 18. 12-nin içərisində 4 dəfə 34. 64. Buranı da sildim. Bərabərdir 64. Bir mötərizə sağdan, birini soldan. 64-dən 46 çıxacam. 3x bərabərdir 64 çıx 46. 14-dən 6 çıxdım 8. 18. X də bərabərdir 6. Tənliyin kökünün 3 artığı. 6-nın 3 artığı elədi 9. 2 mislini tapım. 9-u 2-yə vurdum. 18. 11-ci sual. 5 il əvvəl ana qızından 2 dəfə böyük idi. Yazdım bura 5 il əvvəl. Ana, bu da qızı. 5 il sonra ana qızından
yaşından 25 vahid çox olacaq. Baxın, yadınızda saxlayın. 5 ildən sonra ana qızından 25 vahid çox olacaqsa, bu o deməkdir ki, ana ilə qız arasındakı yaş fərqi 25-dir. Və yaş fərqi heç vaxt dəyişmir. İndi, sonra, gələcəkdə hər zaman bax bu 25 ödəməlidir. Yəni hər zaman ana qızından 25 vahid böyük olmalıdır. Mən də ona görə 5 il əvvəl qıza x, anaya 2x demişəmsə, bunların fərqinin 25 olduğunu bilməliyəm. 2x-dan x-i çıxıram, 5 il əvvəl daha belə. Eləyir 25. 5 il sonra getməyə heç ehtiyac yoxdur, çünki yaş fərqi dəyişmir. X da bərabər 25. Qutardı. 5 il əvvəl qızın 5 yaşı var idi. Qızın 25 yaşı var idi. Ananın 50 yaşı var idi. 2 dəfə çoxdur axı 25-dən. İndi deyir ki, ananın indiki yaşı. 5 il əvvəl 50 yaşı var idi ananın. İndi 50-nin üstə 5 gəlirəm, 55 eləyir. İndiki yaşın rəqəmləri hasili. 55-in rəqəmləri hasili. 5-i 5-ə vurdum, 25. A variantı bizim cavabdır. 12. Həyətdə gəzən qazların sayı A, toyuqların sayı, qazların sayının 3 mislindən 3 vahid çoxdur. Yazaq bu ifadəmizi. Həyətdə gəzən qazların sayı A, toyuqların sayı, qazların sayının 3 mislindən 3 vahid çoxdur. Baxın, toyuqlar, bir də qazlar. Qazların sayını A deyirik. Toyuqların sayı, qazların sayının 3 mislindən 3 vahid çoxdur. 3A üstəgəl 3-dür. Toyuqların sayı, qazların sayından nə qədər çoxdur? Yəni 3A üstəgəl 3-dən A-nı çıxacam. 3A üstəgəl 3-dən A-nı çıxanda 2A üstəgəl 3 qalır. Yəni cavab olur 2A üstəgəl 3. E variantı. 13. Sadiq fikrində bir ədəd tutdu. Əvvəlcə bu ədədin 5də 1 hissəsinin üzərinə 10 əlavə etdi. Ədəd tutub x. X-in 5də 1 hissəsindən üzərinə 10 əlavə edib, daha sonra alınan ədədin 4 mislini tapdı. Alınan ədədin 4 mislini tapıb, 2 dəfə azaldaraq 4 mislini tapıb 2 dəfə azaldaraq böl 2 bərabərdir 26 aldıq. İndi tərs əməliyyatda 26-nı 2-yə vuracam. 52 eləyəcək. 52-ni 4-ə böləcəm. 13 eləyəcək. Bərabərdir 13. 13-dən 10 çıxacam. 3 eləyəcək. Bunda məxrəci 1-dir. Çarpaz vuranda x bərabərdir 15. D bizim cavabdır. Birinin sayısı 64 olan 4 kvadratı bir sıraya düzdülər. 1, 2, 3, 4. Sayısı 64-dürsə, deməli tərəfi 8-dir. 8, 8, 8 və 8. Alınan yeni düzbucağının sayısını tapın. Yeni düzbucağının sayısını tapmaq üçün eni 8-dir. Uzunluğu nə qədərdir? 32-dir. 8-i vuracam 32-yə. Bərabərdir. Burada 64-ü 4-ə də vura bilərdir. Çünki sahə elə bir şeydir ki, birinin sahəsini bilirsənsə, 4-ə vuranda 4-dən kvadratda hamısını tapa bilərsən. Biz elə dədə-baba üsulundan getdik. 6 yazdı, 1 yatdı. 24, 256. C. 15. Ədədində təkliklər sinfinin rəqəmləri cəmi, minliklər sinfinin rəqəmləri cəmindən neçə vahid çoxdur? 6, 4, 3, 5, 9, 8. Təkliklər sinfi 5, 9, 8-dir. Təkliklər sinfinin rəqəmləri cəmi bərabərdir. Deməli, 16, 17, 22. 22. Minliklər sinfi rəqəmləri cəmi 6, 4 və 3-dür. Neçədir? 13-dir. Neçə vahid çoxdur? 22-dən 13-ü çıxıram. 22-dən 13-ü çıxanda neçə edir? 9 eləmiş olur. Cavab oldu B. 16. Sevər özündəki 72 stikerin 4də 3-ünü bacısına verdi. 72-nin 4də 3-ünü tapıram. 72-ni 4-ə bölüb 3-ə vuracam. 72-ni 4-ə böləndə bir dəfə 32-nin içərisində 8, 18-i 3-ə vurdum, 4 yazdı, 2 yadda 54. Onun bacısına verdiyi stiker sayı bacısında əvvəlcə olan stikerin 3də 2-si qədər idi. Bacısının əvvəlcə neçə stikeri var idi? Deməli, onun bacısına verdiyi stiker sayı, yəni 54, onun bacısında əvvəlcə olan stikerin 3də 2-si idi. 54 nəyin 3də 2-sidir? Necə taparsan? 54-ü 2-yə bölüb 3-ə vururuq. 54-ü 2-yə böləndə 27, 3-ə vuranda neçə eləyəcək? 1 yazdı, 2 yadda, 6, bu da 81 eləyir. Bacısının əvvəlcə neçə stikeri var idi? 81. Hər növbəti saat sürətini 20 km/saat artıran maşın 3 saata 360 km yol getdi. Birinci saatda x gedib, ikinci saatda x üstəgəl 20 gedib, üçüncü saatda x üstəgəl 40 gedib. Bunların hamısında cəmi 360-a bərabərdir. Hamısını toplayıram 3x üstəgəl 60 bərabərdir 360.
3x bərabərdir 360-dan 60-ı çıxıram 300, x bərabərdir 100. Maşının 3-cü saatdakı sürətinin rəqəmləri hasilini tapın. 3-cü saatdakı sürəti 100 üstəgəl 40-dır, bərabər oldu 140. Rəqəmləri hasili 0 elədim. Cavab oldu A. 18. İfadəsinə əsasən x-in ən kiçik qiyməti ilə x böl 14 bərabərdir 15 qalıq y. İfadəsinə əsasən x-in ən kiçik qiyməti ilə y-in ən böyük qiymətinin cəmini tapın. X-in ən kiçik qiymətini tapmaq üçün y-ə ən kiçik ədəd verməliyəm. Bu 1-dir. X-in qiyməti olur 14 vur 15 üstəgəl 1. Qalıqlı bölmədən. 14-ü 15-ə vurub üzərinə 1 gəlsəm, 0 yazdıq 2 yadda. Bu elədi, deməli 74, bu da 1. Elədi 0, 1 yazdı, 1 yadda 210. Onun da üstünə 1 gəldi, 211 elədi. Düzdür? X-in ən kiçik qiyməti 211-dir. Y-in ən böyük qiyməti 13-dür. Yazdım bura 13. Bunların cəmini tapaq. 4, 2, 2. 224. Cavab oldu E. Diaqram üzrə göstərilmiş meyvələr alınıbsa, ədədi ortasını hesablayın. 1, 2, 3, 4. Ədədi ortanı tapmaq üçün toplayıb sayına böləcəyik. 24 üstəgəl 6, üstəgəl 10, üstəgəl 4. Bölünsün 4. Bərabərdir. Bu elədi 30, bu da 14. 44 elədi, böldüm 4 elədi 11. Cavab oldu B. 20. İki körpü arasındakı məsafə 384-dür. Teploxodun çayın axını ilə sürəti 24, axına qarşı olan sürəti isə 16-dır. Teploxod məsafəni gedib qayıtmağa nə qədər vaxt sərf edər? Deməli, kater üstəgəl çay vur T var. Bir də kater çıxılsın çay vurulsun T var. Bərabərdir. Hər ikisi 384-dür də. 384-ü gedir, 384-ü qayıdır. Axın ilə sürət 24-dür. Yəni kater üstəgəl çay 24-dür. Axına qarşı, yəni kater çıx çay 16-dır. İndi 384-ü 24-ə böləcəm getdiyi sürət. Zaman 384-ü 6-ya böləcəm. Gəldiyi zamanı almış olacam. Hər ikisində də doğru cavabı tapa biləcəyik. Gəlin hesablayaq. Deməli, əvvəlcə 384-ü böləcəm 24-ə 16 eləyəcək. Bunun t'si oldu 16. Burada da 384-ü böləcəm 16-ya. Bunun t'si oldu 24. 16 üstəgəl 24. 0 yazdı. 1 yadda 40. Cavab oldu C. Yola düşdü. Deməli, 50 sürətli avtobus 3 saat yol gedib 150 kilometr və sürəti 50-dir. Onun ardınca avtobusun sürətinə 30 km/saat çox olan, 50-dən 30 çox olan neçədir? 80-dir də. 50-dən 30 km çox olan 80 sürətlə avtobus yola düşdü. Deməli, eyni istiqamətli hərəkətdə bir qayda var. 80-dən 50-nə çıx, sürətləri bir-birindən çıx, 30. Aradakı yola böl. 150-ni 30-a böl. Neçə saat elədi? 5 saat eləmiş oldu. Neçə saatdan sonra onlar görüşərlər? 5 saatdan sonra. Bərabərsizliyin ən böyük natural qiymətli ən kiçik 2 rəqəmli tək ədədin cəmini tapın. 6x üstəgəl 48 kiçikdir 72. 6x kiçikdir 72-dən çıxacam 48-i. 12-dən 8 çıxanda 4. Burada da qalıb nə? 6-dan 4 çıxanda 24. X da kiçikdir 24-ü 6-ya bölürəm 4. X 4-dən kiçikdir. Ən böyük qiyməti 3-dür. Ən kiçik 2 rəqəmli tək ədəd. Ən kiçik 2 rəqəmli tək ədəd 11-dir. Bunların cəmini istəyir. Bərabərdir 14. E variantı. 23. Şəhərlər arasındakı məsafə 546-dır. Şəhərdən qəsəbəyə sürəti 45 saat olan motosiklet yola düşdü. 3 saatdan sonra isə qəsəbədən şəhərə sürəti 92 olan mini maşını yola düşdü. Neçə saatdan sonra mini avtomobil motosikletə rast gələr? Deməli, baxın, birinci qəsəbədən şəhərə 45 sürətlə motosikletçi yola düşür. 45-i vuram 3-ə görüm 3 saata nə qədər yol gedəcək? 5 yazdıq, 1 yadda 135. 135 kilometr yolu bu tək gedəcək 3 saata. Sonra isə qəsəbədən şəhərə doğru sürəti 92 olan. İndi gəlin baxaq görək aralarında nə qədər yol qalıb bunların. Ümumi 546 idi. Yadınıza gəlirsə, ümumi 546 idi. 546-nın 135-in gediblərsə, 6-dan 5 çıxanda 1, 4-dən 3 çıxanda 1, 5-dən 1 çıxanda 4. 411 kilometr qalıb və birinin sürəti 45-dir, digərinin sürəti 92-dir. Deyir, neçə saatdan sonra mini avtomobili motosikletçiyə rast gələr. Biz də qarşı-qarşı hərəkətdə sürətləri toplayırıq. 45 ilə 92-ni toplayacağım. Elədi 7, deməli 137.
546-nı da böləcəm 137-yə. Neçə dəfə düşəcək? Deməli 3 dəfə düşürmü? 2 dəfə yoxsa? 4 dəfə olsa, gəlin bunu dəqiq hesablayaq kalkulyatorla. Biz burada 411-i bölməliyik. Çünki aradakı yol 411 qalıb artıq. 411-i bölməliyik 137-yə. Bu da eləyir 3 saat. Deməli 3 saata bunlar bir-birinə rast gəlmiş olarlar. Bir daha deyirəm, çünki 546-dan 135-in bu tək gedib. Birinci maşın tək gedib. Bunların ikisinin birlikdə getdiyi yol 411-dir. Ona görə 411-i 137-yə bölməliyik. Bu da eləyir 3 saat. 24. Kənddən 60 sürəti ilə. Bu sual tipini sınavlarda çox salacaq, narahat olmayın. Bir çoxlarınıza çox çətin gələ bilər. Ona görə həll yoluna baxın. Sadəcə işləməyə çalışın. Yavaş-yavaş öhdəsindən gələcəksiniz. Buna çox işləyəcək, narahat olmayın. Kənddən 60 sürətli avtomobil yola düşdü. Bundan 2 saat sonra ardınca sürəti 90 olan ikinci maşın yola düşür. Baxın, birinci maşın sürəti 60-dır. 2 saat bu tək yol gedir, 120 km. Bu 120 km-i 2 saata gedəndən sonra sürəti də bunun 60-dır. Bunun ardınca sürəti 90 olan ikinci maşın yola düşür. Bu buradan bura qədər gedir. Bu da gəlir ona sürəti 90 olduğuna görə çatır. Yəni bir maşının o bir maşına çatmağından danışırsa 90-dan 60-ı çıxacaqsan eləyəcək 30. Bunu öyrənmişik. Həmin o aradakı məsafəni 120-ni böləcəksən 30-a. Eləyəcək 4 saat. Deməli 4 saata, həmin o 4 saatı bu da gedib. 4 saata sürəti 90 olan maşın 90 vur 4 bərabərdir. 360 km yolu qət eləyib və gəlib bu maşına çatıb. Deməli bax, birinci maşın 6 saat yolda olub. 2 və 4, 6 saat yolda olub. İkinci maşın isə sadəcə 4 saat yolda olub. Çünki daha sürətlidir, tez çatıb ona. Və 360-cı kilometrdə gəlib buna çatıb. İndi birinci maşın evinə geri qayıdır. Həmin müddət ərzində ikinci maşın yoluna davam edəcək. Birinci maşın 2 üstəgəl 4, 6 saata gəlmişdisə, 6 saata da evinə geri qayıdacaq. Həmin 6 saat ərzində də bizim bu aşağıdakı maşın 90 sürəti ilə əlavə 540 km yol gedəcək. İndi bizdən soruşur ki, ikinci avtomobilin getdiyi yol tap. İkinci avtomobil 360 km burada getmişdi, 540 km də sonradan getdi. Cəmi 0 yazda 1 yata 900 km yol gedib. B variantı bizim cavabdır. 25. B şəhərindən avtobus 40 sürəti ilə yola düşdü. Bundan 4 saat sonra onun ardınca sürəti 80 avtomobil yola düşdü. Deməli 40 sürətindən 4 saat yolda olubsa 160 km yolu bu gedib. Sürəti 40-dır. Ardınca gələn sürəti 80-dir. Neçə saatdan sonra birinci maşın ikinci maşın ilə görüşər. Eyni istiqamətli hərəkətdə sürətləri bir-birindən çıxırıq və aradakı yola bölürük. Qutardı getdi. Standart bir qaydadır. Yəni nə baş yorulası deyil, nə də bir şey deyil. Bir daha baxaq. Neçə saatdan sonra birinci maşın ikinci maşınla görüşər. Gözümüzdənsə qaçmadı. B şəhərində avtobus 40 sürətlə sürəti yola düşdü. Bundan 4 saat sonra. 40 sürəti ilə bu 4 saat nə qədər yol gedir? 160 km. Ardınca sürəti 80 olan avtomobil yola düşdü. Sürəti 80-dir. Neçə saatdan sonra birinci maşın ikinci maşın ilə görüşər. Budur. Yəqin ki, cavablarda düşməyib. Sizin sınavınızda düzəldəcək. 80-dən 40-ı çıxdıq, elədi 40. 160-ı da 40-a böləndə neçə saat elədi? 4 saat eləmiş oldu. Bizdən birinci maşın ikinci maşınla görüşər. Neçə saatdan sonra deyirsə, yəqin ki, buradakı 4 saatı da hesablayıblar. Amma burada o hesablanmamalı. Yox, burada cavabımız 4 saat olmalıdır. Ya da bunun şərtində o cümlə düşməyib, şərtini düzəldir. Neçə saat, birinci maşın yola çıxdıqdan neçə saat sonra birinci maşın, yəni bunun şərtini sizin qaydada düzəldək. Çünki cavab burada 8 olma səbəbini deyim sizə. Birinci maşın yola çıxdıqdan neçə saat sonra onlar görüşərlər. Birinci maşını soruşanda 4 saat ikinci maşın gedib, 4 saatda əvvəldən gedilən o birinci maşının zamanı var. Ona görə 4 ilə 4-ü toplayanda 8 saat ala bilərsiniz. E variantı. Yəni birinci maşın yola çıxdıqdan neçə saat sonra görüşüblər deyirlərsə, aradakı 4-ün üzərinə əvvəldən gedilən 4-ü də gəlirik. E variantı 8 bizim